İranın dövlət televiziyası İRIB-nin qadın əməkdaşı Məsumə Əzimi ötən gün İsrailin hücumunda baş verən partlayış nəticəsində həlak olub. Bu barədə məlumatı İranın rəsmi dairələri təsdiqləyib. Qeyd edək ki, ötən gün canlı yayım getdiyi bir vaxtda İranın dövlət televiziyasının binası İsrailin zərbəsi nəticəsində vurulub. İran raketləri İsrailə məxsus Nevatim hərbi bazasını vurub. Bu barədə İNNA məlumat yayıb. Hücumun detalları barədə məlumat verilməyib. İsrailin raketdən müdafiə sistemi yaranan problem səbəbindən İran raketlərinə çatmamış ölkə arasındakı binaya zərbə endirib. İranın İsrailin Hayfa şəhərinə zərbələri nəticəsində elektrik stansiyasında yanğın baş verib. Əl Cəzirə telekanalı hadisəni canlı olaraq yayımlayıb. İsrail İranın cənubunda yerləşən Assaliya sənaye regionunda yerləşən neft emal zavodunu vurub. Bu barədə Telegram kanallarında məlumat yayılıb. Məlumata görə zərbədən sonra zavodda güclü yanğın başlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu ilk gün İsrailin hava hücumunda Sepah aerokosmik qüvvələrinin 6 generalının həlak olduğunu təsdiqləyib. Öldürülən generalların siyahısını təqdim edib. Bildirilib ki, 2-ci briqada generalı Morteze Tayyib Masaud, general-mayor Mahmud Bageri, briqada generalı Məhəmməd Bagir Tahirpur, hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Davud Şeyxyan, Kəşfiyyat rəisi briqada generalı Xosrov Həsəni və briqada generalı Mənsur Səfərpur hücumlarda həyatını itirib. Amerika Birləşmiş Ştatları İran-İsrail münaqişəsinə qoşulmaq üçün son hazırlıqları həyata keçirir. Bunu İsrailin İ-24 agentliyi ABŞ mənbələrinə istinadən məlumat yayıb. Rusiyanın G8-dən çıxarılması səhv addım idi. Rusiya G8-də olsaydı, hərbi əməliyyatlara başlamazdı. Bunu ABŞ prezidenti Donald Trump deyib. G7 əvvəllər G8 idi. Obama və Trudeau adlı şəxs Rusiyanın qrupda qalmasını istəmirdi və deyərdim ki, bu səhv idi. Çünki Rusiya qrupda qalsaydı, indi müharibə olmazdı. İsrail İrana məxsus şahid puallarına və ekipajları olan maşınlara zərbə endirib. Bu barədə İsrail Hərbi Hava Qüvvələri məlumat yayıb. Hamı təcili Tehranı tərk etməlidir. Bu sözləri ABŞ prezidenti Donald Trump deyib. O qeyd edib ki, İran imzalamalı olduğu söylədiyi müqaviləni imzalamalı idi. Nə qədər böyük biabırçılıq və nə qədər insan həyatı boş yerə məhv oldu. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm. Hamı Tehranı dərhal boşaltmalıdır. Həmçinin, ABŞ öz vətəndaşlarına da İranı dərhal tərk etmələri ilə bağlı xəbərdarlıq edib. Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yerləşdirilib. Qeyd edək ki, Rusiya artıq 324 vətəndaşını İrandan təxliyə edib. Trumpın Kanadada yerləşən G7 sammitini erkən tərk etməsindən səbəb Yaxın Şərqdəki vəziyyətdir. ABŞ lideri Yaxın Şərqdəki vəziyyəti Təhlükəsizlik Şurası ilə müzakirə edəcək. Bu barədə AQİM məlumat yayıb. Həmçinin CENTCOM xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd olunur. Biz İranın hansı əməliyyatlara hazırlaşdığını görürük. İran raket stoklarını yenidən formalaşdırır və dronlarla kəşfiyyat aparır. Eyni zamanda, İsrail hava hücumundan müdafiə sistemlərini aldatmağa və onları zəiflətməyə çalışır. İranın raket imkanlarına zərbə endirilsə belə, onun hələ də zərər vurmaq gücü var. Biz İsrailin təhlükəsizliyi istiqamətində Prezident Trumpdan tapşırıq gözləyirik. İsrail Baş naziri Benyamin Netanyahu İranda hakimiyyət dəyişikliyini istisna etməyib. Yahudi dövlətinin rəhbəri İranda hazırki vəziyyəti keçmiş SSR-i və Suriyada Əsəd rejiminin devrilməsi hadisəsi ilə müqayisə edib.
ABŞ-ın İsrail və İran arasında hərbi münaqişəyə müdaxiləsi nizamlanma üzrə danışıqların istənilən perspektivini məhv edəcək. Bunu İran Xarici İşlər naziri Abbas Arakçi deyib. ABŞ prezidenti Donald Trump İsrailin baş naziri Benyamin Netanyahunun cilovlamaq üçün sadəcə bir zəng etməlidir. Bu da diplomatiyaya yol aça bilər. İsrail İranda 3 məqsəd güdür: nüvə proqramından, raket proqramından və terror oxlarının məhv edilməsi. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. Bugün danışıqlarda Amerikanın təmsil edənlərin təşəbbüsü ilə hər iki ölkənin diplomatik nümayəndəliklərinin işini normallaşdırmaq məqsədi ilə iki tərəfli məsləhətləşmələr çərçivəsində növbəti görüş ləğv edilib. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zakharova deyib. Ümid edirik ki, onların götürdüyü pauza çox uzun olmayacaq. Dünən İsrailin hərbi hava qüvvələri İran silahlı qüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi rabitə mərkəzini hədəf alaraq dəqiq zərbə endirib. Bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, əməliyyat İsrail Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən keçirilib. İsrail-İran cəbhəsində yaranan gərginlik səbəbindən Tehrandan köç başlayıb. Sosial şəbəkələrdə bu mövzuda çoxlu videolar paylaşılır. Şəhərdən çıxanların çoxluğu tıxaclara səbəb olur. Məlumatlarda minlərlə adamın İran paytaxtını tərk etdiyi qeyd olunur. ABŞ danışıqları bərpa etmək üçün İsrailin Tehrana hücumlarını dayandırmalıdır. Məlumata görə bunu İran prezidenti Məsud Pezeshkian Türkiyə həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığında deyib. Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib. O bildirib ki, rəsmi Ankara hərbi gərginliyi dayandırmaq üçün ciddi diplomatik səylər ortaya qoyur. Ərdoğan həmçinin söyləyib ki, o bu məqsədlə müxtəlif ölkələrin liderləri ilə danışıb. Problemin həlli diplomatiya və dialoq yolu ilə mümkündür. İrana hücum təkcə İrana aid olan hadisə deyil.